Herkese salam, mən Səbinə Sultanova, tarix müəllimiyəm. Məni Instagramdan izləyə bilərsiniz. Ödənişsiz dərslər üçün müraciət edə bilərsiniz. Bugünkü dərsimizdə biz Böyük Monqol İmperiyası və Qızıl Ordu dövləti haqqında danışacağıq. Gəlin başlayaq. Monqol İmperiyası, əvvəllər demək, Monqollar Mərkəzi Asiya çöllərində Altay dağının ətəklərinə qədər ərazilərdə yaşayırdılar və təbii şəraitin yaxşı olmadığı üçün əkinçilik o qədər də inkişaf etməmişdi. Bunun əvəzinə onlar daha çox köçəri maldarlıq və ovçuluqla məşğul olmuşdular. Eyni zamanda Monqollar qədimdə Juranların nəslindən hesab olunur. Göytüklərin məğlub etdiyi Juranların nəslindən hesab olunurdular. Və onların inanclarına görə Ulu Tanrının iradəsi ilə göy qurd və ağ maraldan törəmiş bir insandan əmələ gəliblər, onun nəslindəndirlər və bu inanca görə bu nəslin davamçılarıdırlar. 12-ci əsrdə Monqollarda qəbilə münasibətləri dağılmağa başlayır və tədricən maldar tayfalar arasında sosial bərabərsizlik yaranmağa başlayır. Və bu tayfalar daha çox ərazilər tutmaq üçün köç etməyə başlayırlar, tayfalar arası çəkişmələr başlayır, iqlim şəraiti, otlaqlar uğrunda mübarizəyə görə bir-birinə mübarizə aparırlar. Bu da yeni toqquşmaların yaranmasına səbəb olur. Hələ Çingiz xandan əvvəl dağınıq halda yaşayan Monqollar tədricən birləşirlər, ordular yaradırlar, Bahadır, Noyun adlı hərbi başçıları olur və Çingiz xan da əvvəlki adı ilə Temuçin adı ilə Kiyat qəbiləsini Yesuqay Bahadırın böyük oğlu idi. Sonradan bu Yesuqay Bahadır öldürülür tatarlar tərəfindən və 12 yaş vardı. O zaman Temuçinin ona tabe olmaq istəmir onun tayfası və onu qovurlar. Ailəsi ilə, anası və kiçik qardaşları ilə birlikdə onun çayı sahilində yaşayır. Orada balıq tutmaqla, ovçuluqla məşğul olur. Sonradan eşidirlər ki, Temuçin hələ də sağdır. Onu yaxalayırlar, qandalayırlar, həbs edirlər. Sulduz qəbiləsinin köməyi ilə oradan da qurtula bilir. Zamanla Temuçinin müxtəlif çətinliklərdən sağ çıxması onun şöhrətini artırır və o da özünə Nayman, Kerait, Merkit tayfalarını tabe eləməyə başlayır. Yaxın dostu Camuqan da məğlub eləyir. Bundan sonra artıq daha da güclənməyə başlayır və bir qurultay çağırır. 1206-cı ildə onun çayı sahilində bir qurultay baş verir. Və bu qurultayda Temuçin xan seçilir, böyük xan seçilir və Çingiz adını qəbul edir. Və Çingiz xan olaraq 1206-1227-ci illərdə hakimiyyətdə olmuşdu və o böyük Monqol xaqanlığının əsasını qoyur. 1206-cı ildə 1368-ci ilə qədər mövcud olmuşdu bu xaqanlıq. Qaraqorum şəhəri yeni paytaxt seçilir və bu qurultay, onun çayı sahilindəki qurultay Monqol tarixinin dönüş nöqtəsi idi. O öz bacarıqlarına görə o ümumiyyətlə seçilirdi. O özünə tabe olmayanları edam elətdirir və güclü bir ordu yaratmalı idi işğalçılıq apara bilmək üçün. Buna görə də ordunu onluqlara, yüzlüklərə, minliklərə bölür. Hun ənənəsini davam etdirir. Onluq sistemi var idi Hun ənənəsində. Bunu davam etdirir. Daha sonra tayfa prinsipi əsasında formalaşması ordunun bu qaydanı ləğv edir. Tayfa başçılarına, noyonlara ordudakı əsgərlərin sayından asılı olaraq onbaşı, yüzbaşı, minbaşı rütbələrini Çingiz xan verir. Və Monqolların da böyük yasa ya da Çingiz xan yasası adlanan qanunlar məcəlləsi qəbul elətdirir. Daha sonra işğalçı müharibələr başlayır. Onlar keçdikləri şəhərlərdən, kəndlərdə əhalini qılıncdan keçirirlər, ətrafı yandırırlar və ərazilərdə, işğal olunan ərazilərdə qorxu yaradırlar və əhalinin müqavimətini qırmağa çalışırdılar. Nəyə görə bu dövrdə Monqolların işğalları asan idi, yəni onların irəlilənməsi asan idi? Çünki onların işğal etdiyi ərazilərdə feodal dağınıqlıq dövrü hökm sürürdü bu dövrdə 12-13-cü əsrlərdə. Ara müharibələr var idi və vahid güclü bir dövlət yox idi ki, Monqolların qarşısında dura bilsin. 1207-ci ildə Çingiz xan yeni hərbi səfərlərə başlayır. Bu dəfə Sibir və Şərqi Türkistanı tabe edir. Ordusunun sıralarını genişləndirir. 1211-1215-ci illərdə aparılan mübarizə nəticəsində Pekin şəhəri daxil olmaqla Şimali Çin də tutulur, işğalı başa çatdırılır. Və bu müvəffəqiyyətdən sonra hərbi qüvvələrini Çingiz xan qərbə yönəldirir və bu dövrdə Xarəzmşahlar dövlətinə hücum edir.
Bu dövrdə də Xarəzmşah Məhəmməd hakimiyyətin başında idi. Onun güclü ordusu var idi, amma o açıq döyüşə girmək istəmir. Düşünür ki, Monqollar güclü qala divarları olan şəhəri tuta bilməyəcəklər və o nəzərə almır ki, Çingiz xanın bu qala divarlarını dağıda biləcək qurğuları var. Buna görə də Xarəzmşah Məhəmməd daha çox şəhərlərin qala divarlarını möhkəmləndirmə ilə müqavimətə üstünlük verirdi. Çingiz xan da Xarəzmşahlar dövlətinin əsas mərkəzlərinə eyni vaxtdan hücum etməklə ordusunun hissələrini bölür, hissələri bölür ordusunu, şəhərləri dağıdır, əhalinin qılıncdan keçirir bir qismini. Xarəzmşah Məhəmməd Monqollara müqavimət göstərə bilmir. Onun ölümündən sonra da bu müqaviməti Cəlaləddin aparır, lakin o da istəyinə nail ola bilmir və Çingiz xan 1219-1221-ci illərdə Mərkəzi Asiyanın işğalını başa çatdırır. Xarəzmşahın oğlu Cəlaləddin də təqib eləyir Cəbə və Subutayın orduları. İrandan keçirlər, Cənubi Qafqaza qədər irəliləyirlər və burada Cənubi Qafqazın işğalı üçün zəmin yaranır. 1222-ci ildə Dərbənd keçidindən qayıdırlar Şimali Qafqazda. Oradan Monqolistan qayıdırlar. 1223-cü ildə də Kalka döyüşü baş verir və Rus Qıpçaq qoşunlarını məğlub edirlər. Bütün bu danışdıqlarım da bizim Azərbaycan tarixində öyrəndiyimiz 1-ci Monqol yürüşüdür. Köçəri Monqollar oturaq, həyat, əkinçilik ilə bölgələrinə ciddi ziyan vurmuşdular. Bunun səbəbi də o idi ki, Çingiz xanın orduları bu əhali oturaq həyatda qalsaydı, onları nəzarətdə saxlaya biləcək qədər çox deyildi ordusu. Buna görə də ətrafı dağıdır, əhalinin qılıncdan keçirirdi, oturaq həyat tərzini məhv edirdi və kütləvi qırğınlar törətdirdi, xalqlar qorxudulurdu, zəiflədilirdi və işğalçılığa qarşı üsyanların qarşısını almağa çalışırdılar. Buna görə bütün bu qırğınlar baş verirdi. Və Çingiz xanın ölümündən sonra vəsiyyətnamə hazırlanmışdı. Həmin vəsiyyətnaməyə görə Monqol dövləti onun oğulların sayına uyğun olaraq 4 ulusa bölünməli idi və Böyük xan qurultayda seçilməli idi və digər uluslardan xanları ona tabe olmalı idi. Və bundan sonra Çingiz xanın ölümündən sonra baş verə biləcək çəkişmələrin qarşısını almaq istəyirdi o. 1235-ci ildə paytaxt Qaraqorumda bir qurultay daha keçirilir və burada Rus çöllərinə, Avropanın cənub-şərq hissələrinə yürüşlər etmək haqqında qərarlar qəbul olunur. Çingiz xanın nəvəsi Batı xanın başçılıq etdiyi Monqol ordusu İldil Bulqarları, Rus knyazlarını tabe etməli idi. Polşa, Macaristan və Çexiyaya daxil oldular. Lakin Batı xan Avropa içərilərinə doğru gedə bilmir. Çünki uzun müddətli yürüşlər nəticəsində əskərlər yorulmuşdular və ordu sıraları pozulmuşdu. İşğal olunan ərazilərdə də xalq üsyanları var idi. Böyük Monqol xaqanının da ölüm xəbəri gəlir və Batı xan yürüşləri dayandırıb geri qayıtmalı olur. Xübilay xanın hakimiyyəti dövründə paytaxt Qaraqorumdan Pekinə köçür və Cənubi Çini də işğal edirlər. 1271-ci ildə özünü Çin imperatoru elan edir və Yuan sülaləsinin əsasını qoyur. Paytaxtın Pekinə köçürülməsi ilə ulusların Böyük xan ilə əlaqələri zəifləyir və 14-cü əsrin əvvəllərində Monqol imperiyası parçalanır. Onun geniş ərazilərində müstəqil feodal dövlətlər yaranır və bir müddət sonra Çində baş verən üsyan nəticəsində də Yuan Monqol sülaləsində hakimiyyətinə son qoyulur. Gəlin indi Qızıl Ordu dövləti haqqında danışaq. Demək, hələ Çingiz xan sağlığında ikən öz imperiyasını oğlanları arasında bölüşdürmüşdü və Xarəzm, Şimali Qafqaz, Qıpçaq çölü gələcəkdə qərbə işğallar aparacaq Cüciyə verilmişdi. Cücinin ölümündən sonra da bu ərazilərdə işğalları Batı xan davam etdirmişdi, az öncə dediyim kimi. Və o qərbə yürüşlər edərkən 1240-cı ildə Kiyevi ələ keçirir, Polşaya yönəlir. 1241-ci ildə baş verən döyüşlərdə Monqollar Polşa-Alman qoşunlarına Macarlara qalib gəlirlər. Batı xan Macaristana, oradan da Çexiyaya daxil olur, lakin sonra geri qayıtmalı olur. Geri qayıtmaq səbəblərini də az öncə dedim. Və o istəyirdi ki, Böyük xan seçkisində iştirak etsin, lakin artıq İdil çayına çatanda eşidir ki, Böyük xan artıq seçilib və buna görə də elə orada dayanır və orada Saray Batı şəhərini saldırır. 13-cü əsrin 40-cı illərində Qızıl Ordu dövlətini yaradır. İlk paytaxt da elə Saray Batı şəhəri olmuşdu və ilk vaxtlar onlar Böyük Monqol ulusundan asılı idilər. Sonradan artıq 13-cü əsrin sonlarında tam müstəqil idarə olunmağa başlayırlar. 14-cü əsrin birinci yarısında isə Özbək xan İslam dinini rəsmi din elan edir və İslam dininin qəbul olması ilə ölkədə türkləşmə prosesi başa çatır.
1359-cu ildə Cüce nəslindən olan xanların hakimiyyəti başa çatır və bundan sonra dövlət içərisində mərkəzi hakimiyyət uğrunda mübarizə başlayır. Məmur özbaşınalığı, vergilərin çoxluğu xalqın narazılığına səbəb olur və üsyanlar başlayır və bütün bu üsyanlar Monqol ağalığına da zərbə vurur və tabe olan ölkələrdə də müstəqillik meyllərinə təkan verir. Bütün bunlar da Qızıl Ordunun zəifləməsinə və zamanla Rus knyazlarının da Moskva knyazının ətrafında birləşməsinə səbəb olur. 1380-ci ildə Kulikova döyüşü baş verir və bu döyüşdə Ruslar qalib gəlirlər və sərkərdə Mamay xan öldürülür. 1380-1395-ci illərdə hakimiyyətdə Toxtamış xan olmuşdu. Əmir Teymurun köməyi ilə taxta çıxmışdı. 1382-ci ildə, yəni hakimiyyətə gələndən 2 il sonra Moskvanı tutur, yandırır və Rus knyazları yenidən Qızıl Orduya tabe edilirlər. Teymurdan asılı olan ölkələri də qarətçi yürüşlər təşkil etməyə başlayır Toxtamış xan və bu da Əmir Teymurla arasının dəyməsinə, toqquşmaların olmasına gətirib çıxarır. 1395-ci ildə Terek döyüşü baş verir. Burada Toxtamış xan Əmir Teymura məğlub olur və Qızıl Ordunun şərq vilayətləri Teymurlar dövlətinin tərkibinə qatılır. Bundan sonra da Qızıl Ordu bir daha da özünə gələ bilmir, nəticədə parçalanmağa başlayır. Və ara müharibələr nəticəsində 15-ci əsrdə Qızıl Ordunun tərkibindən bir sıra ərazilər ayrılmağa başlayır. Qazan, Həştərxan, Krım xanlıqları, Noqay ordusu kimi müstəqil dövlətlər yaranır. Bundan sonra Qızıl Ordu dövlətini öz itirilmiş qüdrətini bərpa etmək üçün Əhməd xan tərəfindən 1480-ci ildə Moskva knyazlığı üzərinə yürüş edilir və Uqra çayı sahilində Əhməd xan Rus knyazları ilə qarşılaşır və onlardan toqquşmaqdan çəkinir və bu Uqra görüşü kimi tanınan hadisə baş verir. Bu hadisədə Moskva knyazları Qızıl Ordunun vassallığına son qoyurlar və daxili çəkişmələr, ara müharibələr nəticəsində də Qızıl Ordu dövləti 16-cı əsrin əvvəllərində süqut edir. Gəlin biraz da Qızıl Orduda idarə etmə sisteminə baxaq. Burada ictimai-siyasi quruluş feodal monarxiya dövləti olmuşdu. Qızıl Ordu böyük yasa və ya türk müsəlman ənənələrinə uyğun idarə olunurdu. Xan dövlətin başında dururdu. Qeyri-məhdud hakimiyyətə malik idi. Ali divan var idi. Burada ali divan icra edici orqan idi. Mülki və hərbi səlahiyyətlərə malik idi. Mülki işlərə baş vəzir baxırdı. Hərbi işlərə isə bəylərbəyi baxırdı. Ali məclis var idi. Ali məclis xanın yanında məşvərətçi orqanı idi və tərkibində sərkərdələr, vəzirlər, əyanlar, hakim sülalənin üzvləri, ulus xanları, ali ruhanilər var idi. Daha sonra Baskak adlı bir vəzifə var idi. O ali məmur idi və vergiləri toplayırdı. Tarxanlar isə imtiyazlı şəxslər idilər və vergilərdən azad olunmuşdular. Böyük xandan yarlıq alırdılar.